Hamınıza salam dostlar. Bu günün üstündə ən qəşəng damazlıq xoruz göstərəcəm. Döymə like atıp abunə olmağı unutmayın. Keçək videomuza. Bu xoruz ən qəşəng damazlıq xoruzlarından biridir. Hələ bu çolpadır. Biraz az qalıbdı böyümünə. Bir aydan sonra tam bir yaşını keçəcək. Bu da ki ən qəşəng ət verimi olan xoruzlarından Brahma sortuna oxşasa da Brahma deyil ama. Belə bir xoruzdur. Bu da ki hamı bilər, bu da ki şeyin xoruzudur. Adı nədir onun? Döyüşkənin Şam sortunun xoruzudur. Bu da ki Yaponkadır. Yaponka xoruzu. Cəmi məndə 4 dənə xoruz oldu onları almaqla. Bir xoruzudur. İki budur, bir budur, iki odur, üç o xoruzdur. Orada şey Yapon, bir de ki bu döyüşkenli. Cəmi 4 tane xoruz oldu və bu ördəklər də təbii ki də qalmayacaq. Sabah bu balaca satılacaq. Bu da Mart ayında kəsiləcək maalesef. Gördüğünüz için burada yumurtlayan toyuqlar da bu qocadır. Bu yumurtlama artıq yumurtlaması yoxdur. Belə bir sort var, belə saqqallı. Baxın üzü pompuş belə şeydə tüklü. Sonra həm çox şey toyuq aldım. Cəmi 10 tane toyuq aldım. Xarkovda o da. Orada Xarkovda oradakı. Sonra burada yine saqqaldı. Saqqallı. Şamonun şeyini, fərəsini almıştım. Ama bu biraz yekədir. Obrisine bakmış. Yaxşı bir şamon sortu. Kül rəngi. Daha bir yaponkamız var. Xoşuma gəldi. Rev quşdur. Uçur. İşte dostlar, videomuz bu kadar. Sonraki videomuzda görüşmek üzere. Like atıp abone olmayı unutmayın. Sağ olun, sağlıklı kalın.